Salam qardaşlar. Bir dənə video qarşıma çıxdı. İzlədirəm, 1 dəqiqəlik bir videodur. Siz də izləyin, sonra fikir söyləyəcəm. Videoda gördüyünüz yer Yordaniyanın Petra şəhəridir. Yəni həqiqi Məkkə şəhəri. Səfa və Mərvə dağlarını, Kəbəni, Məqam-ı İbrahimi, Zəmzəmi və bir çox həcc rituallarının icra edildiyi yeri ehtiva edən bu ərazi Yordaniyanın Petra şəhərindədir və müqəddəs Məscidül Həram ərazisidir. Gördüyünüz kub şəkilli ev həqiqi Kəbənin bünövrəsinin qalıntılarıdır. Yanındakı yer isə Məqam-ı İbrahimdir. Videonun çəkildiyi dağ Səfa, üzbəüzdəki dağ isə Mərvə dağıdır. Su axıntısı olan yer isə Zəmzəm suyunun axıb gəldiyi yerdir və gördüyünüz ağaclıq ərazi Zəmzəm suyunun qaynağı, mənbəsi olan yerdir. Baxın qardaşlar, bu videoya baxdım. Bu təzə söhbət deyil. Bir nəfər Petranın Məkkə olduğunu iddia edərək hədislər üzərindən və tarixdə olan bilgilər üzərindən coğrafi yerlərdə müəyyən təhrifə yol verərək bir 2 saat yarımlıq bir video hazırlayıb. Adam Quranı nəzərə almır. Sadəcə əksəriyyəti 90% yalnız hədislər üzərindən. O da dediyim kimi hədislərin başını, əxirini kəsir, ortadan çıxardır. Yəni sözü məfhumundan ayırır. Başlayır özündən fikirlər çıxartmağa və qiblə məsələsini əlində bayraq edərək məscidlərin qibləsi Petriyə baxıb iddiasını ortaya qoyaraq bir video hazırlayır. Birincisi, Quran qiblə deyəndə məqsəd kiminsə namaz qılanda harasa yönəlməsi deyil. Quran ritual namazı qəbul eləmir. Quran deyir ki, namaz, salat Allahın kitabını təlim etməkdir. Qiblədən qəsd hədəf, məqsəddir. Allah elçisi hardadırsa, onun yanına gedib Allahın vəhiylərini almaq üçün haram olan 4 ayda höccət dalınca gedənlər həcc etmiş olur ki, onlara həcc deyilir və o dəlilləri alıb öz məmləkətinə qayıdıb çatdırmalıdır. Yəni həccin vacibatı Nəbinin olmasına və Nəbinin həcci elan etməsinə və insanların ona tərəf, Kəbəyə yox, Nəbiyə tərəf getməsinə bağlıdır yəni. O vəfat etdikdə, ayətlər tamamlanıb yer üzünə yayılıbsa da və o da vəfat etdikdə həcc tamamlanmış sayılır. Amma bəziləri insanların pulunu almaq üçün bu həcci vacib göstərməyə çalışaraq yenə də dinin üzərindən Allahla insanları aldadaraq gəlir sağlayır. Bu öz yerində. Mövzumuz həcc mövzusu deyil. Mövzumuz bu iddianı edən adamların iddiasına müsəlmanların inanıb şübhəyə düşməsi məni gülünc hala salır. Nə qədər içimizdə axmaq insanlar, üzr istəyirəm ifadəmə, cahil də deyə bilərəm. Amma biraz ağır ifadə işlətmək istəyirəm. Axmaq insanlar var ya Rəbbim. Deməli, sabahlar, baxın, burada yorum yazdım. Əsəbimdən, inanın, çox əsəbləşmişəm. Yazmışam ki, demək sabah mən çıxıb desəm ki, Məkkə Gəncədir, Mədinə də Qazaxdır. Səfa ilə Mərva da Qoşqarla Murovdur. Kür çayı da Zəmzəmdir. Buna da inanacaq bu axmaqlar. Artıq buna heç bir şübhəm qalmadı. İnanmırsınızsa gəlin test edək. Sabah bir video çəkib, yükləyim, bu yazdığımı iddia edim, görün nə qədər axmaq olacaq. Çıxacaq ortalığa. Yəni vallahi və billahi toplum kim nə çıxır, danışır, ona inanır. İnsan biraz ağılını işlədər, biraz düşünər. Allah İbrahim surəsinin 35-ci və 40-cı ayələrində arasında buyurur ki, mən aləmdən bir qismini əkin üçün yararlı olmayan bir vadidə sənin evinin yanında yerləşdirdim. Əkin üçün yararlı olmayan. Petra əkin üçün yararlı olan bir yerdir. Aydındır, əkin üçün yararlı olmayan yer Məkkə olan bugünkü bilinən Məkkədir. Hələ də orada heç kim heç nə əkə bilməz. Oranın bütün deməli
tərəvəz və bitki olaraq yetişdirməli yemək qidaları hamısı qıraqdan, Məkkədən neçə kilometr uzaqda olan yerlərdə bitirilir, oradan Məkkəyə gətirilir. Hələ də bu vəziyyət davam edir. Allah elçisinin qəbri Mədinədə, sahabələrin qəbri Mədinədə, Məkkədə olan qəbirstanlıqda nə qədər sahabələrin qəbri var. Bunlar nə qədər tupoy ola bilər, nə qədər axmaq olar. Yaxşı, deyək ki, Məkkəni ora köçürdülər, bu boyda qəbri də ora köçürdülər. Yəni tarixdə buna dair bir dənə mi bilgi, açıq, net, səhih bir bilgi olmadı ki, yəni hamı xain oldu mu yəni? Yəni bir dənə mi vicdanlı bir müsəlman, bir tarixçi çıxıb bunu yazmadı mı? Bu qədər mi insanlar axmaq ola bilər? Bu qədər insanlar səfeh ola bilər? Bəzən düşünürəm, şok oluram, həqiqi baxıram, dəhşətə düşürəm ki, biz necə bir insanlarla bir toplumda yaşayırıq, biz necə varlıqlarla bir arada yaşayırıq. Nə qədər içimizdə səfehlər var imiş. Mənim artıq heç kəsə, heç bir insana güvənim qalmadı. Vallahi sağlam düşüncəli insan, düşünən insan çox azdır. Bunu sual verənlər var, sorsanlar var ki, belə bir videona rastlaşdım, bu düzdürmü qardaşlar? Ayıb deyil, vallahi bu sualı verməkdən adam utanar, həya eləyər ki, mən necə belə bir sual yönləndirə bilərəm? Qiblə Qur'ana görə başqa bir şey. Məkkə, həccin özünün tamam fərqli bir anlamı var. Yəni, yaxşı, deyək ki, razıyıq, bu günləri Kəbə sən deyən yerdir, yenə zaten bir şey dəyişmir. Məqsədləri nədir bunu eləməkdə? Niyyətləri nədir? Əslində siz insanları test eləyirlər, sizin ağıllınızı test eləyirlər. Görüm cəmaat buna inanırmı? Bu cəmaatı zaten çox şey inandırdılar. Yerin kürə olmasına inandırdılar. Nə bilim ondan sonra nasıl insanın meymundan əmələ gəlməsinə inandırdılar. Yəni sabahları biri durub çıxıb yenə də bir gülünç bir iddianı ciddi şəkildə ortaya qoysun. Vallahi bu cəmaat ona da inanacaqdı bu gedişlə. Əksəriyyət deyirəm ha. Ona görə Quran buyurur ki, əksəriyyətin iddiası, əksəriyyətinə tabi olsun onlar sən Allahın yolundan azdırarlar. Allah sizləri ağıllı olmağa, ağlınızı işlətməyə dəvət edir. Düşünün. Sadəcə düşünün. Qiblə nədir onu araşdırın. Həc nədir onu araşdırın. Qur'anı qabağınıza qoyun, oxuyun. Sadəcə bir dənə qiblə söhbətindən cəmaat aldadır. Bax, məscidin zaten biz bilirik ki, məscidin o mehrab yerləri ki, qibliyə tərəf qoyulur deyirlər. Ümumi olaraq ritual, namaz, salat məsələsi yoxdur. İbrahim məqamını göstərək. İbrahim məqamı Quran-ı Kərimdə məcazi bir anlamdadır. Fiziki bir duruş məqamı deyil. İbrahim məqamını Həcc surəsində Allah başa salır bizə. Deyir ki, insanlar arasında həcci elan elə, qoy insanlar sənə tərəf gəlsinlər yorğun miniklərlə. Yəni, İbrahimin həcci elan etdiyi duruşu Allah elçisi də yerinə gətirməliydi. Yaxşı, məqamı İbrahim budursa da, məqamı Məhmud nədir onda? İsra suresi 79'da Allah deyir ki, gecə onunla təəccüd elə, ola bilsin Rəbbin səni məqamı Məhmuda çatdırsın. Zəhmət olmasa mənə məqamı Məhmudu göstər. Əgər məqamı İbrahim fizikidirsə, sən mütləq məqamı Məhmudu da fiziki göstərməlisən. Göstər məqamı Məhmudu mənə. Əgər məqamı Məhmud məcazi bir anlamdırsa, o zaman məqamı İbrahim necə fiziki bir məqam ola bilər? İki dənə məqamdan danışılır da Quranda. Bir məqamı İbrahim deyir, bir məqamı Məhmud deyir. Nə olar ki, ay millət? Nə olar ay insanlar? Xahiş edirəm, biraz ağlınızı işlədin. Nə olar ki, biraz cənə Qur'anı qabağınıza qoyun, düşünün, bir geri tələsməyin. Nə olar biraz araşdırın, biraz öz ağlınıza etibar edin, inanın. Allah'ın salamı olsun ağlını işlədənlərə. Allah'ın salamı olsun möminlərə. Yunus suresi 100. ayədə deyir Allah, ağlını işlətməyənin üzərində Allah hər növ ritsi qərar vermişdir. Esselamu aleykum və rəhmətullah.